Salam dostlar, bugün Ronaldo hakkında yepyeni bir video ile karşınızdayım. Hamı onun Dünya Kubokunu qazana bilməməsini sadəcə bəxtsizlik adlandırır. Amma heç kim sizə Portuqaliya millisinin daxilində baş verən o gizli xəyanətlərdən və soyuq müharibədən danışmır. Futbol tarixinin ən böyük qol maşını 41 yaşlı Cristiano Ronaldo necə oldu ki, karyerasının bu ən son turnirində öz doğma komandası tərəfindən meydanda tək-tənha buraxıldı? Məsələ sadəcə meydandakı taktika deyildi. Məsələ Ronaldo'nun gənc nəsil futbolçularla pərdə arxasında apardığı o ağır psixoloji müharibə idi. Bu videoda onun nə donorluğundan, nə də yemək rejimindən danışacağıq. Bugün medianın gizlətməyə çalışdığı Ronaldo'nun 2026-cı il Dünya Kubokundakı o böyük dramının və onu içəridən çöktürən gizli səbəblərin pərdəsini qaldırırıq. Həqiqət budur ki, Portuqaliya millisi uzun illər idi ki, Ronaldo'nun nəhəng kölgəsində qalmaqdan bezmişdi. Komandadakı yeni nəsil ulduzlar artıq hər topu Ronaldo'ya ötürmək və onun liderliyini qəbul etmək istəmirdilər. Turnir ərəfəsində mətbuatda gizli bir qruplaşmanın yarandığı sızdı. Gənclər bütün dünyaya sübut etmək istəyirdilər ki, onlar Gerrard olmadan da qalib gələ bilərlər. Ronaldo turnir boyu təkcə rəqiblərlə deyil, həm də öz komanda yoldaşlarının böyüyən egoları ilə vuruşdu. O, meydanda olanda gənclər sanki bilərəkdən oyunu onun üzərində qurmurdular. Futbolun kralı karyerasında ilk dəfə özünü uğrunda canını verdiyi millidə bir yad planetli kimi hiss etməyə başlamışdı. Və bu daxili gərginlik turnirin ən kritik anında böyük bir partlayışa səbəb oldu və gəldik o qara günə. 6 iyul. Biz 8 finalda rəqib turnirin ən qorxulu favoriti olan İspaniya idi. Ronaldo bütün dünyaya hələ ölmədiyini sübut etmək üçün meydana çıxmışdı. O, 41 yaşında olmasına rəğmən hər top üçün vuruşur, müdafiəyə qayıdır və komandanı tək başına ayaqda tutmağa çalışırdı. Maçın 90 dəqiqəsi tam bir sinir müharibəsi idi və tabloda 0-0 yazılmışdı. Amma düz 90-cı dəqiqədə hamının əlavə vaxtı gözlədiyi o saniyədə, İspan ulduz Mikel Merino Portuqaliya müdafiəsinin boşluğundan istifadə edib topu torlara göndərdi. O an kameranın obyektivi dərhal Ronaldo'ya zilləndi. Onun baxışlarında kədər yox idi, onun baxışlarında yenə mi eyni şey, yenə mi tək qaldım, deyən bir çarəsizlik var idi. Müdafiənin bağışlanılmaz səhvi onun ömürlük xəyalını cəmi bir saniyədə yox etmişdi. Fiti ilə maç bitdi, Portuqaliya evə döndü, Ronaldo'nun Dünya Kuboku nağılı isə əbədi olaraq bastırıldı. İndi isə gəlin kartları açıq oynayaq. Sosial şəbəkələr Messi'nin Dünya Kubokunu qazanması ilə Ronaldo'nun bitdiyini iddia edir. Amma bura yaxşı diqqət edin, Messi bu kuboku qazananda arxasında onun üçün canını verməyə hazır olan bir Argentina millisi var idi. Ronaldo isə karyerası boyu Portuqaliyanı tək başına sıfırdan götürüb Avropanın zirvəsinə gətirdi. Bəli, Ronaldo'nun Dünya Kuboku yoxdur. Amma onun dünyada heç bir futbolçuda olmayan bir şey var, bitməyən, qırılmayan bir döyüşçü ruhu. O, heç vaxt sistemin sevimli uşağı olmadı, heç vaxt ona heç nə bəxşiş verilmədi. O, qazandığı hər bir kuboku qan və tər hesabı ilə hamıya qarşı tək başına vuruşaraq aldı. Dünya Kubokunun olmaması onu kiçiltmir, əksinə bu kuboku qazana bilməyən bir əfsanənin hekayəsini tarixin ən dramatik dastanına çevirir. Ronaldo maçdan sonra, mən hər şeyimi verdim, vicdanım rahatdır, dedi və getdi. O, getdi, amma arxasında heç vaxt silinməyəcək bir miras qoydu. İndi söz sizindir. Sizcə, Portuqaliya millisi Ronaldo'ya xəyanət etdimi? Rəylərinizi gözləyirəm. Belə videoların davamı üçün videonu bəyənib kanala abunə olun. Unutmayın, krallar kuboklarla deyil, ürəklərdə buraxdıqları silinməz izlərlə yadda qalırlar. Növbəti videoda görüşənədək.